Yazı qarşılamağa hazırlaşırıq, qışın son günlərini yaşayırıq. Novruz bayramı günlərində Bakı bulvarı şəhər sakinləri və turistlərin ən çox üz tutduğu məkanlardan biri olur. Bulvarda bu ildə bayram rəngarəng olacaq, Novruzun ruhuna uyğun hazırlıq işləri görülür. Həmin o hazırlıq işlərindən reportajımız var, izləyək. Qədim adət-ənənələrimizdən olan Novruzu qarşılamağımıza sayılı günlər qalıb. Bulvar idarəsi də Novruza xüsusi hazırlaşır. Bizim olduğumuz bulvarın bu ərazisində Novruzun xüsusi simvollarından olan bayram xonçası artıq quraşdırılıb. Bayramın yaraşığı olan səmənli rəngarəng yumurtalar, bayram xonçası və digər atributların iri maketləri Bakı bulvarına xüsusi rəng qatıb. Çox bəyəndim, əsl bahar əhval-ruhiyyəsi var. Çox gözəldir. Şəhərimiz gözəlləşib, Bakımız gözəlləşib. Gözəl dekorasiyalar olub, görürük, sevinirik. Hal-hazırda uşaqları gətirmişik. İnşallah hazırlıqlar tamam olsun, yenidən gəlib ziyarət eləyəcəyik. Artıq Dənizkənarı Milli Parka indidən axın başlayıb. Sən Novruzu sevirsən? Hə, Ən çox nəyini sevirsən? papaq asmağa gedirəm. Hansı şirniyyatları sevirsən Novruzda? Şəkər bulağı, qoqa, paxlava. Bu ilki tədbirlər əvvəlkilərdən fərqli olaraq müasir tematik üslubda hazırlanıb. Bu il ilk dəfə olaraq bulvar ərazisində elə Bakı Bulvar İdarəsinin emalatxanasında hazırlanan ləçəklər də nümayiş olunur və xoş bir görüntü yaradır. Bundan başqa bura gələn ziyarətçilər Novruzun atributu olan tonqalı, eyni zamanda sacda yuxa bişirən xanımları da görə bilərlər. Çalışmışıq ki, bu ildə bir ötən illərdən fərqli olaraq daha fərqli, daha yeni üslubda, tərtibatda, daha göz oxşayan bir yarmarka təşkil edək və burada Novruz atributları ilə yanaşı həm də bahar elementlərinə daha çox üstünlük verilib. Kiçik şəhərcik konseptində qurulub yarmarka. Burada həm əyləncə zonaları yaradılıb, həm istirahət məkanları yaradılıb. Dənizkənarı Milli Parkın digər hissələrində də bayram atributlarına rast gəlmək mümkün olacaq. Bakı bulvarında bayram yarmarkası martın 15-dən ziyarətçilərin ixtiyarına veriləcək. Turanə Tağızadə, Nurlan Sultanzadə, ATV Xəbər.